Salam əziz, MQV sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə 41 sualdan ibarət sırf qəbul tipli testlərin izahını paylaşacağım. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib şərh yazmağı və olduğunuz MİQ sertifikasiya qruplarında paylaşmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər və onlayn sürət qruplarımıza qoşulmaq istəyənlər 055 468 8924 nömrəli WhatsApp nömrəmə yaza bilərlər. Yəni bu PDF-də, bu izahda həm sualları, həmçinin də cavablarını sizə təqdim edəcəm və PDF-lərini də istəyənlər WhatsApp nömrəmə yaza bilərlər. WhatsApp-da sizə ataram, problem yoxdur. Tək xeyrini görəsiniz, inşallah istədiyiniz nəticəni əldə edərsiniz. Keçək suallarınıza. Füzuli yaradıcılığı bu gündə öz vacibliyini qoruyurdu cümləsində fikrinizi əsaslandırın. Bu tapşırıqda biliyin, təfəkkürün, taksonomiyanın növlərini tapmaq lazımdır. Hər şeydən əvvəl mən nəyə baxıram? Fikrini əsaslandırın. Əsaslandırın hansı? Təfəkkürü sevir. Əlbəttə ki, tənqidi təfəkkürü. Tənqidi təfəkkür hansı mərhələni sevir? Dəyərləndirməyi sevir. Bəs dəyərləndirmək hansı biliyi sevir? Metakognitivi. Və yaxud da tənqidi təfəkkür hansı biliyi sevir? Metakognitiv biliyi. Həmişə bunları üçlü şəkildə uzlaşdırın. Üçlü şəkildə müqayisə edin. Onda daha rahat tapa bilərsiniz. İndi gəlin, burada da açar sözləri özüm qeyd eləmişəm ki, işləyəndən sonra özünüz açar sözləri oxuyub daha yaxşı beyninizə həkk edəsiniz. Baxın, niyə mən buna tənqidi təfəkkür deyirəm? Çünki burada nə var? Rasional düşünmək var, sübut var, isbat var, əhəmiyyət var, qərəzsiz yanaşma var, vaxtında doğru qərar vermək var, nə bilim, səmərəli istifadə eləmək var, sistemli işləmək var, əsaslı, əsassız dəlillərdən istifadə eləmək var. Yəni ki, əsaslandırmaq tənqidi təfəkkür istəyir. Tənqidi təfəkkür dəyərləndirməni istəyir. Çünki dəyərləndirmədə də biz demişik ki, nə olmalıdır? Əhəmiyyət olmalıdır, mövqeyini nümayiş elətdirmək olmalıdır, meyar üzrə dəyərləndirmək olmalıdır, məlumatı qiymətləndirmək, münasibət bildirmək, fikirlərini əsaslandırmaq, əsasını müdafiə eləmək, davranış qaydalarının belə deyim də, davranış qaydalarından istifadədə fikrini əsaslandırmaq, debat, nə bilim, nəyinsə təsirini necə görürsən, fikrini necə əsaslandırırsan, argumentlə izah eləmək, nə bilim, mühakimə etmək, şagirdlərin bir növ özləri haqqında düşünmələrin ön planda olması kimi fikirlər hamısı dəyərləndirmədə var. Həmçinin baxın, burada qeyd eləmişəm yuxarıda sübut, argument, debat, münasibət, isbat, əhəmiyyət, sonu tınamdan 6 dənə fikir var. Meyar, mövqe, mühakimə, 3 M ilə başlayan fikirlər. Yəni bunlar önəmli məqamlardır ki, yaddan çıxartmayasınız. Bunlar tənqidi təfəkkürlə dəyərləndirməni sevirlər və bunlar da metakognitiv biliklə işlənir. Çünki metakognitiv bilik biz demişik ki, hansı təfəkkürlə birlikdədir. Əlbəttə ki, dəyərləndirməklə, tənqidi təfəkkürlə birlikdə. Çünki o idraki bilikləri özündə birləşdirir. İnsanın özünü tanıması, insanın özünə hədəf qoyması, fikrini əsaslandırması, nəyisə daha yaxşı yadda saxlaması, strateji biliyi olması, refleksiya sərgiləməsi. Bunlar hamısı metakognitiv bilikdədir. Bəzi müəllimlər buna konseptual deyil. Ola bilməz konseptual bilik. Nəyə görə? Fikirlərini əsaslandırsınlar ki, nəyə görə konseptualdır və qəbulda da bu 100 yox, milyon faiz konseptual götürülməyib. Çünki konseptual bilik nəyi sevir? Anlayışın mahiyyətini öyrənmək, anlayışın bir növ, belə deyim, əhəmiyyətini öyrənməyi nəzərdə tutur. Niyə, nə səbəbə, nə üçün, nəyə görə sualların səbəb-nəticə əlaqəsini, iki məlumatın müqayisəsini, biliyin dərinliyini, qruplaşdırmalar, prinsiplər, öyrənmə prinsipləri, nəzəriyyələr, strukturlar, yeni biliklər, mühakimələr, müşahidələr, nə bilim, kateqoriyalar, modellər, yəni konseptual bilik bunları sevir. Burada amma deyir ki, bu fikirdə fikrinizi əsaslandırın. Əsaslandırın avtomatik mənim öz fikrim istəyir. Özümə məxsus fikrim istəyir. Özümə məxsus fikrimdə metakognitiv bilikdir. Əgər burada desəydi ki, məsələn, buradakı fikirləri qruplaşdırın, prinsipləri qruplaşdırın, nə bilim, əhəmiyyətini, belə deyim də, əhəmiyyətini sistemləşdirin. Yəni, bu kimi fikirlər olsa, konseptual bilik olardı. Konseptual bilik konsept halına salır. Burada amma fikrin əsaslandır deyil, mənim özümə xas olan fikrimdir və ondan əlavə variantlarda fikir verin, yoxdur. Konseptual, tənqidi təfəkkür, dəyərləndirmə yoxdur. Yəni, qəbulda necə düşübsə bu sual, mən o formatda da sizə təqdim edirəm. Yəni, burada
nədir? Konseptual ola bilməz. Bu metakognitiv bilikdir. Yaddan çıxartmayın. Çünki yəni yadda saxlayın ki, taksonomiyanın ilk 3 mərhələsi bilmək, anlamaq, tətbiq etmək məntiqi təfəkkürü sevir. Təhlil etməklə dəyərləndirmək tənqidi təfəkkürü sevir. Son mərhələ yaratmaq da yaradıcı təfəkkürü sevir. Və bunlarda da məsələn, prosedural bilik tətbiqi sevir, təhlil etmə, tənqidi təfəkkürü sevir, yəni metakognitiv bilik dəyərləndirməni sevir. Yəni, onda mənə desinlər ki, metakognitiv bilik hansından işlənir? Onda çıxır ki, heç birindən işləmir, dəyərləndirmə işləmirsə, onda heç birindən işləmir. Olmaz. Yəni, bu yanlış fikirdir, ona görə burada cavabımız D bəndi olmuş olur. Sonra ikinci sualımıza baxırıq. İkinci sualımızda deyir ki, yanlış fikri seçin. Müəllim öyrənmə mühitini təşkil etmək üçün diqqəti yayındıran amillərin olmadığı sakit məkanlar yaradır. Bəli, doğrudur ki, uşaqlar fikrini cəmləyə bilsin. Şagirdlər arasında inkişaf yönümlü əməkdaşlıq onların təlim nailiyyətlərini artırır. Bəli, şagirdlər arasında inkişaf yönümlü rəqabət olsaydı yanlış fikir olardı. Amma əməkdaşlıq doğrudur. Onların nailiyyətlərinə müsbət təsir göstərir. C-də deyir ki, müəllim materialı kinestetik öyrənənlər üçün rollu oyunlardan istifadə etmək imkanı yaradaraq optimal öyrənmə təmin edir. Bəli, onların öyrənməsinə xas şəkildə oyunu qurur. Bu da şagird yönümlülükdür. Müəllim uşaqlardan hansı üsulla daha yaxşı öyrənirlər, o tipdə dərsləri qurur və bu da Piaget ilə Vygotsky nəzəriyyəsində əsasən yer alır və ikisinin də oxşar cəhəti odur ki, oyunlarla öyrənməni sevirlər. D-də deyir ki, müəllim şagirdləri qruplara bölərkən mütləq zəifləri bir, gücləri də bir qruplaşdırmalıdır. Baxın, burada mütləq sözü söhbəti koruyur. Mütləq olmasa olardı. Bəzən ola bilər, müəllim zəifləri bir yığır, gücləri bir. Baxın, dərsimizin mövzusuna, məqsədini ola bilər. İnsanlıq halda ola bilər. Yəni, onu müəllim istədiyi kimi qura bilər. Amma mütləq sözü yanlışdır. Mütləq belə eləməlidir deyə bir qanun qayda yoxdur. Mütləq sözü söhbəti korlayır. Ona görə yanlış variantımız D bəndidir. Y-də deyir ki, tədris prosesində dəyişkən qruplar yaratmaqla diferensiallaşmanı təmin etmək olar. Bəli, dəyişkən qruplar zəiflərlə gücləri bir yığıram, gücünlə zəifi bir, yəni orta səviyyədə olanları bir, yəni onları səviyyələrə bölərək qruplaşdırmağım da mümkündür. 2D bəndi oldu. Üçüncü suala baxaq. Müəllim əlini müşahidə edərkən görür ki, o çox məyusdur. Müəllim öz növbəsində əlini əliyə emosional dəstək olmaq üçün onun həm ailəsi, həm dostları ilə əlaqə qurur, əli haqqında danışır. Müəllimin burada atdığı addım necə adlanır? Gəlin burada baxaq. A-da deyir ki, vəziyyətdə daha pozitiv yanaşır. Vəziyyətdə daha pozitiv yanaşmaq hansı nəzəriyyədədir? Goleman nəzəriyyəsindədir və özünü idarə etmə komponentində yer alır, daha pozitiv yanaşmaq. Düzdür, deyə bilərsiniz, müəllim, bu doğru fikirdir, amma o nəzəriyyə aid olmur. Çünki burada bizdən nə istəyir? Özünü başqasının yerinə qoymağı nəzərdə tutur. Bu fikirlər sizi çaşdırmasın heç vaxt. Şəxsi emosiyalardan agah olmaq. Bu da Goleman nəzəriyyəsindədir. Amma bu özünü dərk komponentində yer alır. Şagirdin suallarına yönəldici suallar vermək. Yönəldici sualları kim sevir? Vygotsky sevir. Sosial inkişaf nəzəriyyəsinə aid fikirdir. Başqasının nöqteyi nəzərini daha yaxşı qavramaq. Başqasının nöqteyi nəzərini daha yaxşı qavrayıramsa, bu empatiya qurmaqdır. Özümü qarşındakının yerinə qoymaqdır. Buzqıran strategiyasından istifadə eləməkdir. Bəli, bu doğru fikirdir. Y-də deyir, münaqişələri həll etmək bacarığı inkişaf etdirir. Bu da Goleman nəzəriyyəsində, amma münasibətlərin idarə edilməsi komponentinə aiddir. Son mərhələdə bunların izahını ətraflı şəkildə vermişəm. Time testlərində mütləq orada qulaq asın. Demək, burada da D bəndi oldu. 4-cü suala baxıram. Həyətdə toyuq və dovşanlar var. Onların cəmi birlikdə 40 başı, 120 ayağı var. Həyətdə neçə dovşan var? Bu məsələni həll edən şagirdin hansı mühakiməsi düz deyil? A-da deyir, sistem tənliklə həll etmək məqsədə uyğundur. B-də deyir, ədədləri yerinə qoymaqla həll etmək mənə uyğundur. C-də deyir, barmaqla sayıb cavabı tapa bilərəm. D-də deyir, çubuqlarla hesablamaq mümkündür. Y-də deyir, bütün məsələlərin sistem tənliklə həll edilməsi daha asandır. Bizdən nə istəyir? Burada bizdə deyir ki, hansı mühakimə doğru deyil. Bəli, uşaq sistem tənliklə həll edə bilər. Ədədləri yerinə qoy həll edə bilər. Barmaqla sayıb eləyə bilər. Yəni, hərənin öz qabiliyyəti var. Hərənin öz yanaşması var. Çubuqla hesablaya bilər. Amma bütün məsələləri sistem tənliklə həll etmək daha asan ola bilməz. Çünki hər məsələnin özünə xas xüsusiyyəti var. Hər məsələdə mən o dediyimi, yəni ki, bütün məsələləri eyni cür eləsə, həm çox yorucu olar, həm bezdirici olar, həm də hamının qabiliyyəti eyni cürə deyil. Bu yanlış fikirdir. Cavabımız Y bəndi. 5-ci suala baxıram. Şagirddə dinləyib anlama, oxuyub anlama, danışma, təhlil etmə, əməkdaşlıq kimi bacarıqları formalaşdıran
Təlim üsulunu seçin deyir. Ziqzaq, karusel, akvarium, debat, sinektika. Ziqzaq biz bilirik ki, iri həcmli mətnlərdən qısa müddət ərzində onu elə sistemləşdirməli ki, öyrənir və qruplara bölünüb öyrənilir. Və burada biz dinləyib anlamanda formalaşdırıq, danışmanda, əməkdaşlıqda hamısı burada yer alır. Doğrudur. Amma akvariumdur, debatdır, sinektikadır. Bizdə 3 variant avtomatikdir. Akvarium, debat, sinektika. Bunlar müzakirəni sevir və qərarlar ağacında özüm yazmışam ki, yadınızdan çıxmasın. Akvarium, qərarlar ağacı, debat, sinektika. Bunlar müzakirə üsuludur. Yaddan çıxartmayın. Müzakirə harda varsa bu dördündən birini seçə bilərsiniz. Karusel isə nəyi sevir? Yoldaş qiymətləndirməsini, qarşılıqlı qiymətləndirməni, integrativ şəkildə işi həyata keçirir. Karusel bunları sevən bir iş üsuludur. Burada da ona ait bir cümlə yoxdur. Burada dinləyib anlama, oxuyub anlama, danışma, bunlar hamısı ziqzaqda yer alan vəziyyətdir. Ona görə 5A bəndi olmuş oldu. 6-cı suala baxıram. Naxçıvan şəhərində yerləşən Koroğlunun heykəlinə baxaraq onun şəklini çəkir. Verilmiş situasiya psixomotor taksonomiyanın hansı mərhələsinə uyğundur? Bu çox verilən suallardandır və bunun cavabı manipulyasiya olmuş olur. Nəyə görə manipulyasiya olur? Çünki imitasiyanın biz qaydasında nə demişik? Hərəkət var. Uşaq müəllimin əlinə baxır, hərəkətinə baxır, onu eləyir. Müəllim orada donulu qalmır ki, uşaq ona baxsın eləsin. Əgər yadınızda belə saxlayın ki, hərəkətli olan bir şeyə baxıb eləyirəmsə, bu imitasiyadır. Hərəkətsiz olan bir şeyə baxıb eləyirəmsə, bu manipulyasiyadır. Amma belə də yadda saxlaya bilərsiniz ki, görərək elədiyim şey imitasiyadır, eşidərək, oxuyaraq elədiyim şey manipulyasiyadır. Bunu da yadda saxlayın. Deyəsin, mənim, bəs bununla tapanda biraz çətin olur. Manipulyasiya ümumiyyətlə təlimatı sevir. Eşidərək, oxuyaraq sevir. İmitasiya görərək sevir. İkisində də, indi bu fikirdə görmək ikisinə də aid olmuş olur. Amma bir məqam onunla ayırır ki, imitasiya hərəkəti sevir, amma manipulyasiya hərəkəti sevmir. Hərəkətsiz olan bir şey. Necə? Baxın, təlimata baxıb eləyirəm. Təlimat nədir? Hərəkətsiz olan bir şeydir. Heykəl nədir? Bu da hərəkətsiz olan bir şeydir. Amma canlı birinə baxıb eləyirəmsə, bu imitasiyadır. Cansız birinə baxıb eləyirəmsə, bu manipulyasiyadır. Burada da qeyd eləmişəm açar fikirlərlə ki, yadınızdan çıxmasın. Demək, burada manipulyasiya olur. Sonra 7-ci sualımıza baxırıq. Şagird tapşırığı yerinə yetirir, cavabı tapa bilmədiyi an yenidən cəhd edir. Yenidən alınmadıqda məsələni həll etməkdən imtina eləyir. Əlbəttə ki, bu hansı nəzəriyyədir? Karl Dweck'in. Yəni sual axıra kimi oxuyaq. Bunu görən müəllim nə etməlidir? Biz bilirik ki, gördük ki, bu qapalı düşüncədə olan bir insandır. Eləyə bilməyəndə yenə cəhd edir, görür alınmır, özünə qapanmış olur. Deməli, bu momentdə, bu anda müəllim nə etməlidir? Ada deyir ki, şagirdin suallarına yönəldici sualla cavab verməlidir. Şagirdin suallarına mən yönəldici sualla niyə cavab verim? Çünki bu Vygotsky nəzəriyyəsinə aid olan bir fikirdir. Amma bizim cümləmiz, bizim şərtimiz Karl Dweck nəzəriyyəsinə aiddir. A bəndini sən doğru cavab kimi götürə bilərsən, amma bu Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə aiddir. B bəndində nədir? Müəllim fasilitator rolunu həyata keçirir. Lazımi məqamda şagirdə dəstək göstərir. Bu Gagne'nin öyrənmə şərtləri nəzəriyyəsində öyrənməni təmin etmək addımında 5-ci addıma aid. Həmçinin bu fikir Vygotsky'yə da aid ola bilər. C-də deyir, bu prosesdə empatiya həll edici rola malikdir. Doğru fikirdir. Amma ki, burada nəyə aiddir? Golemanın emosional zəka nəzəriyyəsində 3-cü komponent sosial məlumatlıq, empatiya aiddir. Və deyir, şagirdin davranışı onun mənəvi dəyərləri ilə qiymətləndirilir. Mənəvi dəyər hardadır? Mənəvi inkişafda Kolbeck nəzəriyyəsinə aiddir və cavabımız Y bəndi olur. Düzgün tərifləmə metodundan istifadə edərək şagirdlərdə öz bacarıqlarına müəllim inam yaratmalıdır. Hələ vaxtda var, gec deyil. Uşaqların özündə, şagirdlərin özündə nəticəyə yox, prosesə fikirlərini, cəmləmələrini yəni gedişatdan nəticə əldə eləyə biləcəklərini, onların fikirlərini cəmləməlidir ki, onlar pozitivliyə köklənsin, negativliyə yox. Burada da izahlarını vermişəm, oxuya bilərsiniz. Sonra 8-ci suala baxıram. Vəli sinif yoldaşının tapşırığı yaza bilmədiyini görüb, ona dəstək olaraq yenidən cəhd etsən daha yaxşı olacaq deyir. Həmin şagirdlə bağlı hansı fikir doğrudur? Vəli səhvlərə düzgün reaksiya verir. Vəli səhvlərə düzgün reaksiya verirsə,
Bu nə ola bilər? Səhvlərə düzgün reaksiya vermək Qanyenin, Dweck'in, bir də Vygotsky nəzəriyyəsinin oxşar cəhətidir. Amma bizim bu cümləmiz belə deyək, Golemanla Dweck'in oxşar cəhətidir. Goleman, çünki empatiya söhbəti var. Vəli sinif yoldaşının tapşırığı yaza bilmədiyini görüb, ona dəstək olaraq yenidən cəhd etsən daha yaxşı olacaq deyir. Yəni ki, onu özünü onun yerinə qoyur, onu dəstəkləməyə çalışır, dəstək olur ona. Görürsünüz, dəstək varsa bu empatiya olur. Özünü onun yerinə qoyur, onu başa düşməyə çalışır. Bu Golemanın emosional zəka nəzəriyyəsində empatiya ilə Karl Dweck'in açıq düşüncə tərzi nəzəriyyəsinə aid fikirlərdir. Yəni, başqa insanların yerinə özümüzü qoymağımızı nəzərdə tutur. Amma A bəndində nədir? A bəndində deyir, Vəli səhvlərə düzgün reaksiya verir. Bu Karl Dweck'də də var, Vygotsky'də də var, Ganyeda da var. Belə deyim, burada sualı başqa cürə şagird adına vermişlər, ancaq mən biraz nəzəriyyələrin oxşar cəhətlərini də burada əlavə eləmişəm. Qəbuldakı sualları biraz əlavələr eləmişəm ki, daha yaxşı yadınızda qalsın. Çünki nəzəriyyələri, belə deyim, sətraltı məna ilə veriblər bizə ki, özün tap. B bəndində deyir, Vəli dərs prosesində məzmunu müxtəlif yollarla formalaşdıra bilir. Sizcə bu hansı nəzəriyyənin oxşar cəhəti ola bilər? Gardnerlə Vygotsky nəzəriyyələrinin oxşar cəhətidir ki, məzmunu müxtəlif yollar sevir. Gardner nəyə görə müxtəlif yol sevir? Çünki hərənin özünə bir neçə dənə intellekti var. Vygotsky onsuz da bir neçə yol sevir. C-də deyir, Vəlidə konstruktiv rəy vermə bacarığı güclüdür. Bu da Robert Gagne, Karl Dweck, Vygotsky nəzəriyyəsinin oxşar cəhətlərindəndir. Və Vəlidə konstruktiv rəy dedik. Sonra Vəlidə sosial bacarıq güclüdür. Sosial bacarıqda Golemanla Vygotsky'də yer alır. Amma Vəlidə empatiya hissi güclü olduğu üçün yoldaşına açıq düşüncə formalaşdıra bilir. Görürsünüz, ona dəstək olmaq istəyir. Ona görə 8 Y bəndi oldu. Bu açar sözləri qətiyyən yaddan çıxartmayın. Burada da qeyd eləmişəm ki, oxuyanda sizə rahat olsun. 9-cu sual da məşhur suallardandır. Birinci bu sualı mənə başqa formatda atmışdılar. Ancaq indi əlavələrimi deyirəm ki, yəni burada situasiyanın içində situasiya vermişlər də. Yəni 4-5 sualı bir sualın içində veriblər. İndi insafa gələrlər inşallah, o da çətin. 9-cu sualda deyir, müəllim şagirdlərə dilemma verir. Avtobusda bir gənc oturub, yaşlı qadın isə ayaq üstə dayanıb. Avtobusdakı sərnişinlər həmin gəncdən ayağa qalxıb, yaşlı qadına yer verməsini xahiş edirlər. Gənc oğlan isə ayağımda ağrı olduğu üçün ayağa qalxa bilmərəm. Siz həmin şagirdlə bağlı nə deyərsiniz? Birinci şagird deyir ki, gəncin sağlamlığı hər şeydən daha önəmlidir. İkinci şagird deyir ki, o dursa yaxşı olardı, qoy hamı onun necə yaxşı insan olduğunu görsün. Kohlbergin mənəvi inkişaf nəzəriyyəsinə görə fikrə münasibət bildirən bu iki şagird mənəvi inkişafın hansı mərhələsindədir? Belə deyim, qəbul bu variantların növlərini verməmişdilər, deyir, yəni müəllimlər. Onları da situasiya veriblərmiş ki, o situasiyadan onu tapasan, çıxardasan. Yəni mən burada özüm variantlarla vermişəm ki, beyninizdə qalsın ki, yəni nə olsa necə tapmaq lazımdır. Gəncin sağlamlığı hər şeydən önəmlidir deyir. Hər şeydən önəmlidirsə bu nə olur? Yəni universal etik prinsiplər olur. Yəni universal etik prinsiplər insan həyatını hər şeydən önə qoyur. Bütün canlıların hər şeydən önə qoyur. Şəfqət duyğusu, insan həyatı, mərhəmət duyğusu hər şeydən önəmlidir onun üçün. Deməli, bir universal etik prinsiplərdir və variantlarda siz universal etik prinsipə aid bir fikir axtarmalısınız. İnsan həyatını məsələn verir ki, insan həyatı hər şeydən önəmlidir. Yuxarıda birincidə yazıb gəncin sağlamlığı hər şeydən daha önəmlidir. Məsələn, A bəndində verir ki, birinci şagirdə yazır ki, həmən şagirdin şəfqət duyğusu güclüdür. Sən buradan tutmalısan ki, bu da universal etik prinsipdir. İkinci şagirddə o dursa yaxşı olardı. Qoy hamı onun necə yaxşı insan olduğunu görsün. Bu qəbul olunma mərhələsi. Şagird öz fikrini qırağa qoyur, başqalarının fikrini önəmsəyir. Onun üçün üçüncü şəxsin fikri daha ön plandadır. Çünki mənə nə deyirlər, qıraqdan nə baxarlar, nə deyirlər fikri daha önəmlidir. Yəni burada da variantda verə bilər ki, o dursa yaxşı olardı, qoy hamı onun necə yaxşı insan olduğunu görsün. Burada da yəni qıraqdan baxsan nə deyər? Variantda məsələn onu verə bilərlər. Yəni bunu yaddan çıxartmayın. Bu tipdə yenə dediyim kimi bunların izahlarını ətraflı vermişəm. Time testlərində mütləq orada qulaq asın. 9 deməli A bəndi oldu. Burada da izah vermişəm. 10-cu suala baxırıq. Müəllim riyaziyyat dərsində alimlərin fikirlərinə əsasən teoremləri isbat etməyə tapşırır. Bu tapşırıq biliyin, təfəkkürün hansı növünə, idrak sahəsinin hansı mərhələsinə uyğun olmuş olur. Müəllim riyaziyyat dərsində alimlərin fikirlərinə əsasən teoremləri isbat etməyə tapşırır. Burada fikir verin nəyə? Teoremləri isbat etmək. İsbat harda var? Tənqidi təfəkkür, dəyərləndirmək fikirlərində yer alan
vəziyyətdir. Və burada teoremləri isbat etməyə tapşırır. Fikir verin burada. İndi deyirsiniz ki, müəllim burada niyə metakognitiv olmur? Çünki burada artıq teoremlər var. Mən bayaq dedim, teoremlər, nəzəriyyələr, modellər, qanunlar, nə bilim, nə dedik, nəzəriyyə strukturlar, kateqoriyalar, mühakimələr, müşahidələr, bunlarları görəndə konseptual qanunlar, baxın, teoremlər var. Görün, bayaqında teoremlər var idi və yaxud da larlərli bir cümlə var idi. Yəni, bu konseptdir. Konsept sözü, konseptual bir neçə dənə deklarativ bilim bir yerə toplanmasıdır. Deklarativ bilik bir sadə cümlədirsə, konseptual bilik bir neçə sadə, yəni bir neçə cümlənin birləşməsi olaraq mürəkkəb cümlə deməkdir. Və burada da ispat etməyi tapşırır deyil. İspat, sübut, debat, bunlar tənqidi təfəkkürdən dəyərləndirməyə aiddir. Və burada konseptual bilik götürür. Metakognitiv, əgər desək ki, sən bunu özün elə, özün fikrini əsaslandır, teoremləri ispat edərək tapşırıqda öz fikrini əsaslandır və yaxud da fikrini əsaslandır desəydi, buna metakognitiv götürərdi və fikirlərdə fikir verin, cümlələrdə fikir verin, metakognitiv yoxdur. Amma əsaslandırın olsaydı, meta olardı burada. Bayaqkında əsaslandırın sözü var idi deyə onu mən meta götürdüm. Burada da əsaslandırın olsaydı, meta götürəcəkdi. Yəni, söhbət burada bitdi. Qəbulda da elə düşür. Yəni, buna 100 yox, milyon faiz əmin olun. Bayaq ki, metakognitivdə birinci sual idi, səhv eləmirəmsə. Burada amma teoremlər, mühakimələr, ümləşdirmələr, nəzəriyyələr, təsnifatlar, modellər, mühakimələr, larlər görəndə konseptual axtarın. Amma desək ki, teoremləri başa düşür. Onda mak olardı, məntiqi təfəkkür, anlamaq konseptual bilir. Amma bu deyil, ispat elə. İspat, debat, əhəmiyyət, sübut, bunlar tənqidi təfəkkür sevir. Tənqidi təfəkkürdə deyir, mən haradayımsa dəyərləndirmədə oradadır. Yəni, əsasən tənqidi təfəkkür meta ilə işlənir. Amma belə bu tip cümlələrdə konseptualı da yanına çağıra bilirlər. Əsas fikri başa düşün, cümlənin mahiyyətini başa düşün ki, yaddan çıxmasın bu. 10D bəndi olmuş oldu. 11-ci sualımıza baxırıq. 11-də deyir ki, riyaziyyat dərsində müəllim belə bir tapşırıq verir ki, riyaziyyat üsulu araşdıran alimlərin metodlarını müqayisə edin və səmərəli olanı seçin deyir. Bizdən təfəkkür növünü, inteqrasiyanın növünü istəyir. Burada fikir verin nəyə? Burada bir fənnin alimlərinin üsullarını müqayisə edir. Yəni, bir fənnə aiddir. Demir ki, riyaziyyatla fizikanın. Görürsünüz, bir fənnə aiddir. Deməli, bu fəndaxili də özü iki yerə bölünür. Şaquli inteqrasiya, üfüqi inteqrasiya. Şaquli inteqrasiya siniflər arasıdır. Üfüqi inteqrasiya məzmun xətlər arasıdır. İndi burada ümumən deyir ki, riyazi üsulu araşdıran alimlərin metodları. 6-cı sinifdə bir riyazi alimin metodunu öyrəniblər, 7-ci sinifdə birinkini öyrəniblər, 8-də birinkini öyrəniblər. Siniflər arası, baxın, burada şaquli inteqrasiyadır özdə. Siniflər arasıdır, sadədən mürəkkəbə gedən inteqrasiyadır. Və burada tənqidi təfəkkürü nəzərdə tutur. Çünki metodlarını müqayisə edin, eləcə müqayisə edin desəydi, mən bunu konseptual götürərdim. Və mən bunu məntiqi təfəkkür götürərdim. Amma səmərəli sözünü görəndə T-ni axtarın. T, təhlil etmək, T, tənqidi təfəkkür. Bunu qəti yaddan çıxartmayın. Səmərəli sözü bu iki dənə hərfi sevir. T, tənqidi təfəkkür, T, təhlil etməni. Baxın, səmərəli sözü hansı uyğun gəldi? Fəndaxili tənqidi təfəkkür D bəndidir. Buna məntiqi deyənlər vədən sonranı oxumayanlardır. Vədən əvvələ qədər olsaydı məntiq olardı. Vədən sonra səmərəli sözü varsa 100 yox, milyon faiz tənqidi təfəkkürdür. 11 D bəndi. 12-ci suala baxırıq. Yanlış olanı seçin deyir. İntrovert şəxsiyyət tipi optimist olur. Xeyr, introvert şəxsiyyət tipi yox. Şəxsiyyət tipi yox, ekstravertlər daha çox optimist olur. Bir dəqiqə, ikinci suala baxıram. İntrovert şəxsiyyət tipi introvert şəxsiyyət tipi obyektiv mülahizələr üstünlük verir. Subyektivə üstünlük verir. Çünki öz fikirləri hər şeydən daha önəmlidir. İntrovert şəxsiyyət tipi səthi müzakirələrdən yorulmurlar. Əksinə yorulurlar, çox danışanları, yəni dərin müzakirə, təhlili sevirlər, amma öz içlərində. Ambivert şəxsiyyət tipi vəziyyətə uyğun davranır. Bəli, vəziyyətə uyğun davranır. Bilir ki, nə vaxt, nəyi, harda etmək lazımdır. Həm introvert var onun içində, həm ekstravert. Doğru fikirdir. Ambivert şəxsiyyət tipi subyektiv fikirlərinə əsasən qərar verir. Bəli, bu introvertə aid fikirdir. Və diqqət mərkəzində olması sevir. Bu da ekstravertə aid fikirdir. İkisinin birləşməsi ambivertdir. Doğrudur. Introvert şəxsiyyət tipi tez təsir altına düşür. Introvert yox, ekstravertlər tez təsir altına düşürlər. Qaynayan adamlardır. Introvertlər biraz qapalı adamlardır. Baxın, introvertlə fərd daxili qabiliyyəti, yəni fərd daxili qabiliyyətin, Gardnerin fərqi ondadır ki, onlar ikisi də özünə qapanıqdır. Amma introvertlər elə utancaq deyirlər, bilirlər nəyi harda eləmək lazımdır.
introvertlərdə utancaqlıq hissi yoxdur. Yeri gəlsə elə üz göstərərlər ki. Yəni amma məsələn fərd daxillər özünə qapanıq olurlar. Lazım olsa da onlar danışa bilmirlər, amma introvertlər danışa bilirlər. Yəni öz fikirlərini deyə bilirlər. Lazımı anda. Yəni utancaq olurlar, fikri absurddur. İntrovert şəxsiyyət tipi dərin təhlili sevir. Doğrudur. İntrovert şəxsiyyət tipi kimin onları həvəsləndirməsinə ehtiyac duymur. Onlar üçün öz fikirləri hər şeydən, hamıdan çox önəmlidir. Amma ekstravert insanlar tez təsir altına düşürlər. Yəni öz fikirlərinə çox da önəm vermirlər. Demək burada cavabımız 1, 2, 3, 6 oldu. Y bəndi. Sonra 13-cü suala baxıram. 13-cü sualda deyir ki, müəllim şagirdin dərsə kefsiz gəldiyini görüb bunun səbəbini araşdırır və bu yolda ona həmçinin yoldaşları da dəstək olur. Verilən nümunə etik davranış prinsiplərindən əlbəttə ki, peşəkarlıq fərdi məsuliyyətə aiddir. Baxın, elə burada var, burada da açıqlamalarını vermişəm. Peşəkarlıq fərdi məsuliyyətə niyə aiddir? Çünki burada onun, belə deyim, üzgün olduğunu görür, onun səbəbini araşdırır, yoldaşlarının da ona dəstək olmasına zəmin yaradır. Müəllim burada məsuliyyətlə yanaşır peşəsinə. Özündə inam formalaşdırır, möhkəmləndirir həmən inamı, şagirdlərin, valideynlərin ona olan inamını. Amma burada vicdanlıq ola bilməli. Çünki vicdanlıq nə? Əsas açar sözlərdə fikir verin, böyük hərflərlə yazmışam burada. Keyfiyyətlə səmərəli yerinə getirmək, öz peşə fəaliyyətini keyfiyyətlə səmərəli fikrinə ən çox önəm verir, vicdanla yanaşmaq. Ön planda olur burada, amma vicdandan çox peşəkarlıq ön plandadır. Mədəni davranışda əsasən cümlədə sifət görəndə müəllim səmimidir, necədir? Müəllim çalışqandır, necədir? Müəllim xarici görkəminə diqqət edir, necədir? Yəni belə necədir fikirləri olanda mədəni davranışı götürün. Konfidensiallığı görəndə şəxsi həyatın barədə olan, belə deyim də, valideynlərin, şagirdlərin, yəni həmkarların şəxsi həyatı barədə olan məlumatları heç kimə deməyəsən. Konfidensiallığı, confidence, özünə olan inamı qoruyasan. Qərəzsizlik isə fərq qoymamaqdır. Oğlan, qız arasında kənar məsələlərə müdaxilə etməməlidir. Yəni, müəllim öz peşə vəzifəsindən, səlahiyyətlərindən kənar məsələlərə müdaxilə qətiyyən etməməlidir. İrqinə, milliyyətinə, dilinə, cinsinə görə uşaqlara fərq qoymamalıdır. Şagird münasibətinə aid edilə bilməz deyir. Müəllim şagirdlərlə böyüklərlə danışdığı kimi danışmalıdır, doğrudur. Şagird pedaqoji fəaliyyətdə partnyor olaraq görmək effektiv müəllim-şagird münasibətinin qurulmasına müsbət təsir eləyir. Bu da doğrudur. Sinifdə iki şagird dalaşır və müəllim onları görməzdən gəlir. Xeyr, müəllim çalışmalıdır ki, onları görməzdən gəlməsin. Müəllim çalışmalıdır ki, onların arasındakı bu problemi həll eləməyə çalışsın. Çünki görməzdən gələndə heç bir effekt əldə edə bilmir. Əksinə, müəllim onlar arasında olan bu vəziyyəti, gərginliyi aradan qaldırmaq üçün əlindən gələni eləməlidir. Yəni ki, şagirdləri sevmək, onlar olduqları kimi qəbul eləmək, müəllim-şagird arasında yaranan pozitiv münasibət şərtlərindən hesab olunur. Yəni, müəllim ümumiyyətlə göz kontaktını güclü qurmalıdır. Göz kontaktı effektiv müəllim-şagird münasibətinin qurulmasına da müsbət təsir eləyir. Müəllimin söylədiyi stimulyattiv cümlələr şagirdin inkişafını gücləndirir. Pozitiv iş münasibətləri müəllim-şagird arasında olan sərhədləri daha yaxşı möhkəmləndirir. Yəni, müsbət mənada. Həm müəllim, həm də şagird dərs zamanı istifadə elədikləri səs tonuna diqqət yetirməlidirlər. Yəni, bütün bunlar hamısı müəllim-şagird münasibətini formalaşdırır. Deməli, C yanlışdır. D-də deyir, müəllim iki konflikt yaradan uşaqla danışır. Əgər yenə də konflikt davam etdirsələr, müəllim onları dərsdən sonra sinifdə saxlayır. Fikir verin, bu müəllim-şagird münasibətinə aid edilə bilməz deyənmərik. Aid edilir. Ancaq bu behaviorizm nəzəriyyəsində yer alan fikirdir. Və iki konflikt yaradan uşaqla danışır, arzu olunmayan işə əlavə işdir. Dərsdən sonra saxlayır. Ona görə də bu müsbət cəzalandırmadır. Və müəllim-şagirdin fəaliyyətini artırmaq üçün şagirdi qıcıqlandıran üslubdan istifadə etməməlidir. Bəli, bu da doğrudur. Yəni, müəllim çalışmalıdır ki, uşağı qıcıqlandırmasın. Ümumiyyətlə, müəllim tərəfindən söylənən dəstəkləyici sözlər şagirdi inkişafa tərəf yönləndirir. Yəni, müəllim dərs zamanı çətinliklərlə rastlaşanda şagirdləri ruhlandırmalıdır. Onların əhval-ruhiyyəsini qaldırmaq üçün hətta şagirdləri gülümsəməlidir, yumordan da istifadə edə bilər. Yəni, müəllim şagirdin fəaliyyətini artırmaq üçün qıcıqlandıran üslubdan istifadə etməməlidir və şagirdlərlə özünün və onların
onların sinifdəki rolu barədə aydın şəkildə müzakirələr aparmalıdır. Deməli, 1C bəndi doğrudur. Sonra ikinci sualımıza baxaq. İkinci sualda deyir ki, müəllim şagirdlərə Məhəmməd Cahan Pəhlivanla bağlı araşdırma aparmağı tapşırır və müəllim sənə necə təsir bağışladı? Səncə onun hakimiyyət dövrü necə idi? Sən onun yerində olsan nə edərdin? Tipli suallar yazılmış qrafik orqanayzeri şagirdlərə verərək hər birinin fikrini soruşur. Burada hansı təlim üsulu tətbiq olunubdur? Fikir verin burada nə? Səncə onun hakimiyyət dövrü necə idi? Sən onun yerində olsaydın. Fikir verin, burada sən onun yerində olsaydın soruşur. Yəni, sən özünü onun yerinə qoysaydın, necə bundan, belə deyim, bu vəziyyəti dəyərləndirərdin? Burada simulyasiya yer alır. Çünki simulyasiya burada həmçinin müzakirə xəritəsi də ola bilər. Çünki müzakirə xəritəsi humanitar fənlərdə yer alan bir üsuldur. Ancaq variantlarda yoxdur. Yəni, ikisi də ola bilməz. Həm müzakirə xəritəsi, həm simulyasiya ikisini də eyni anda verə bilməzəm. Olsa səhv olar. Yəni, simulyasiya ümumiyyətlə şagirdlər vəziyyəti öz nöqteyi nəzərindən yanaşırlar. Yəni, simulyasiyada şagird özünü oynayır, amma rollu oyunda başqasını canlandırır. Yəni, burada əsas məqsəd odur ki, şagird öz nöqteyi nəzərindən yanaşır. Amma rollu oyunda şagirdlər problemə başqasının gözü ilə baxırlar. Burada da simulyasiyadır. Yəni, BB ola bilməz. BB bilirəm, istəyirəm, bilim, öyrəndim. Yəni, bildiyin fikirləri sistemləşdirməyini istəyən bir üsuldur. Yəni, öyrəndiklərini sistemləşdirən bir üsuldur. Əqli hücum üsullarından biri hesab olunur BB. Yəni ki, uşaqlarda şagird düşünməsini optimallaşdırmaq üçün, mövzu barədə əvvəlki təcrübəni nəzərdən keçirməklə suallar formalaşdırmaq üçün, düzgün strategiya müəyyənləşdirmək üçün olsa, mən onu BB götürə bilərdim. Klaster isə şaxələndirilmiş fikirləri sistemləşdirir. 4M1 KH-da layihə əsaslı öyrənmədə, yəni layihələrin işlənməsində, alqoritm gedişatların formalaşmasında istifadə olunan üsuldur. Ona görə burada simulyasiya olur, amma müzakirə xəritələri də olsa, o da olmuş olardı. Sonra üçüncü sual, şagirdlərdən biri çox çalışmasına baxmayaraq tapşırığı yerinə yetirə bilmir, məyus olur və müəllimdən ona bu tapşırığı həll etməkdə kömək etməsi üçün xahiş edir. Bu zaman müəllim fasilitator obrazında çıxış edərək hansı addımı atır? Deməli, burada uşaqla müəllim arasında ünsiyyət ön plana çıxır. Bir də deyir ki, şagirdlərin mənasını bilmədiyi sözləri birbaşa tərcüməsini verir. Xeyr, birbaşa olmaz. Dolayı yolla ona istiqamət verərək olmadı. Birbaşa sözü yanlışdır. Birləri çıxırıq. A-la D bəndi getdi. 2-də deyir, tapşırığı anlamaq üçün şagirdin fikrini açar sözləri müəyyənləşdirilməsindən yönətmək. Bəli, müəllim uşağın fikrini yönləndirməlidir açar sözlərə. Yəni, körpü rolu oynamalıdır. Fasilitator sosial münasibətləri formalaşdırmalıdır. 2 doğrudur. Sonra, məsələni həll etmək üçün həyati nümunələr verir. Bəli, həyatdan sosial konstruktivizm, sosial amil, nitq qabiliyyəti burada olur, doğrudur. Tapşırığı müxtəlif yollarla şagirdə çatdırır. Bəli, bu da doğrudur. Bir üsulla eləmir, bir neçə üsulla eləyir. Bu da doğrudur. Çünki Vygotsky nəzəriyyəsi bir neçə üsulu sevir, bir üsulu yox. Konsepsiyanı yalnız bir üsulla izah edir. İncə dedim, bir üsul olmaz, bir neçə olar. 5-i də çıxıram. Şagirdin suallarına birbaşa cavab verir. Birbaşa söz ümumiyyətlə olmaz. Çalışmaz ki, uşağa istiqamət verəsiz, fasilitator rolunda çıxış eləyəsiz. Deməli, 5 ilə 6-nı da çıxıram. Yeni mövzunu şagirdlərin şəxsi təcrübəsi ilə əlaqələndirir. Bəli, onların həyatla əlaqəsidir. Yönəldici suallar verərək, körpü rolu quraraq ictimai münasibətləri formalaşdırsan. Çətin mövzunu hər detalına qədər şagirdə izah etmək lazımdır. Onda uşaq özü araşdırmaz və şagirdləri daha çox fərdi işə yönətmək olmaz. Çünki Vygotsky ünsiyyəti sevir, münasibəti sevir, fərdi işi sevmir. Yəni, deyir ki, uşaqlar bir-birindən ünsiyyətdə olmalıdırlar. Cavab ona görə B bəndi 2, 3, 4, bir də 7. Sonra 4-cü sual. Məşhur alimin optika ilə bağlı yazdığı fikirdə şagird alimin mövqeyini müəyyənləşdirir. Fikri taksonomiyanın hansı mərhələsinə aiddir? Fikir verin, şagird alimin mövqeyini müəyyənləşdirir. Mövqeyini müəyyənləşdirmək nəyə aiddir? Tənqidi təfəkkürə aiddir. Tənqidi təfəkkürdə nə ilə işlənir? Bir, təhlil etməklə işlənir, bir də dəyərləndirməklə işlənir. Variantda görün hansı var? Təhlil etmə var. Ona görə onu götürür. Yəni, bunu yaddan çıxartmayın. Tənqidi təfəkkür təhlil etməni, dəyərləndirməni sevir. Yəni, o birilərlə işlənmir.
99% deyim də belə 1% ola bilər, hansısa bir vəziyyətdə ola bilər ki, o da qeyri-mümkündür ki, o olma ehtimalı yəni 0 dərəcəsindədir. İndi çünki kurikulumda elə qeyri-adi cümlələr verirlər ki, məcbur yəni qala bilər. Yəni onunla da işlənə bilər. Amma belə ümumən tənqidi təfəkkür məntiqlə də fikirləşin, özünüz görəsiniz. Tənqidin yanaşan insan ya təhlil edir, ya da dəyərləndirən insandır. Həmişə demişəm, taksonomiyanın ilk 3 mərhələsi məntiqidir. Sonra sondakı 2 mərhələsi tənqididir, son bir mərhələsi yaradıcıdır, yaradıcı təfəkkürdür. Deməli, bilmək, anlamaq, tətbiq etmək məntiqi təfəkkürdür, təhlil etmək, dəyərləndirmək tənqidi təfəkkürdür, yaratmaq isə yaradıcı təfəkkürdür. Burada da mövqe bildirir, mövqe, meyar, dəyərləndirmək, debat, isbat, əsaslandırmaq kimi fikirlər dəyərləndirmədə olur. Bu da oldu, dəyərləndirmədə olur, ancaq burada yoxdur, ona görə təhlil etməni götürürəm. Çünki mövqesiz orada da işlənə bilər. Belə deyim, təhlil etmə evin balaca oğludur, dəyərləndirmə böyük oğlu. Böyük oğul olmayanda balaca oğlana həvalə edirlər. Fikrim. Cavab B bəndi. Sonra 5-ci suala baxıram. Bir şagird digər yoldaşları ilə sinifdə heç zaman ünsiyyət qura bilmir və onlara qarşı kobud rəftar sərgiləyir. Müəllim onu yanına çağırır və deyir: "Yoldaşların sənə qarşı belə etsəydi, nə edərdin?" Bu fikrə uyğun gələn variant istəyir. Şagirdin emosional intellekti zəifdir. Bəli, ona görə uşaqların ünsiyyət qura bilmir və özü haqqında məlumatlı olsa da davranışını idarə edə bilmir. Bəli, çünki kobud rəftar sərgiləyir, düzgün reaksiya vermir. Yəni, müəllim onu çağırır, deyir, yoldaşların sənə qarşı belə etsə nə edərdin? Deməli, uşaqda intellekt zəifdir. Emosional intellekti yüksək olan variantları çıxıram və o B-də deyir ki, o öz hisslərini tanıyır və buna uyğun davranır. Xeyr, ona uyğun davranmadı axı. Kobud davrandı. Ona görə B olmaz. Y-də də deyir ki, o öz hisslərinə agahdır və buna uyğun davranır. Yəni ona uyğun davranmır. O onları incidir, özünü idarə eləyə bilmir, fikirlərini rasionallaşdıra bilmir, təmkinli qərar verə bilmir. Bunlar hamısı özünü idarə etmədə yer alır. Cavabımız A bəndi. Goleman nəzəriyyəsinə aiddir. Özünü dərk birinci komponentdir, özünü idarə etmək ikinci komponentdir, sosial məlumatlıq, yəni empatiya üçüncü komponentdir, münasibətlərin idarə edilməsi dördüncü komponentdir. Yəni mən gördüyüm qədərlə ən çox Goleman nəzəriyyəsindən salırlar. Demirlər, Goleman nəzəriyyəsinə aid fikri seçin. Siz onu özünüz tapıb uyğunlaşdırmalısınız. Sonra 6-cı sual. Müəllim şagirdlərə hekayənin əvvəlini təqdim etdikdən sonra hekayəni tamamlamağı şagirdlərə tapşırır. Fikir verin. Əvvəlini burada uşaqlara verib, deyir, tamamla. Əvvəldən verməsəydi, eləcə desəydi ki, get hekayəni tamamla. Onda mən bunu yaradıcı təfəkkür, yaratmaq mərhələsi, konseptual bilik götürərdim ki, yeni bilik əldə eləmiş olur. Amma burada bunlar hekayəni oxuyublar. Deməli, oxuduqlarını görə anlayıblar, anlamayıblar. Anlamaq da kimi sevir? Super üçlü deyirəm mən onlara. MAK, məntiqi təfəkkür, A, anlamaq, konseptual bilik. 99% bunlar belə işlənirlər. Bunu yaddan çıxartmayın. Məntiqi təfəkkür, anlamaq, konseptual bilik. Ümumiyyətlə, konseptual bilik mən həmişə deyirəm. 2 ilə 6-nı sevir. 2 nədir? Yəni, taksonomiyanın ikinci mərhələsində anlamaq, 6-cı mərhələsində yaratmaq. Yəni 100% bunlarla işlənir. Anlamaqla konseptualla işlənir. Mən hələ görməmişəm ki, o tənqidi təfəkkürlə bir yerdə olar. Çünki konseptual bilik tənqidi təfəkkürlə uzlaşa bilməyəcək bir fikirdir. Bəzən ola bilər, elə cümlə olsun ki, yəni o da dünya 8-ci möcüzəsi olar. Yəni qəbulda da sahiblər, yəni qəbulda həyatı onu elə götürməzlər, çünki götürə biləcək bir məqam yoxdur orada. Konseptual bilik çünki konsepsiyalar anlamanı istəyir, əhəmiyyəti istəyir, səbəb-nəticə əlaqəsini istəyir. Amma təhlil etmə, dəyərləndirməni istəyir, daha əsas fikirləri ön plana çıxartmaq istəyir. Ona görə 6 saydım. 7-ci suala baxıram. Qrup işi zamanı Seymur passiv olur və işləməkdən qaçır. Digər şagirdlər isə Seymuru bu hərəkətinə görə müəllimə şikayət etmək istəyir. Lakin Həsən buna imkan vermir və deyir ki, Seymurun işləmək istəməməsinin səbəbini bilmirik, onun işləməməsinə səbəb ola biləcək və bizim bilmədiyimiz bəzi hallar ola bilər. Verilən situasiyada Seymurla əlaqəli hansı fikri yürütmək olar? Burada adlar şərtidir. Mən özüm testi deyiblər, yəni bu formatdadır. Mən də onu adlar verərək bu cürə düzəltmişəm. Yəni qəbulda Seymur adından falan düşməyibdir. Deməli, burada Seymur deyir ki, Seymurun işləmək istəməməsinin səbəbini bilmirik, onun işləməməsinə səbəb ola biləcək və bizim bilmədiyimiz bəzi hallar ola bilər. Deməli, bu yoldaşları arasında olan münasibəti bərpa eləyə biləcək, bərpa eləmək qabiliyyətinə malik, qadir bir şagirddir. Deməli, bu
münasibətlərin idarə edilməsi komponentinə mərhələsində olan bir insandır, bir şagirddir. Yəni ki, o yoldaşların arasında olan məyusluq aradan qaldıra bilir, sinif yoldaşlarından daha səmimi davrana bilir, dostcasına davrana bilir. Onlar arasında belə deyim, fəal dinləyici olur, liderlik qabiliyyətinə sahib olur, anlaşılmazlıqları aradan qaldırmaq istəyir. Onlar arasında olan problemi, konflikti həll eləmək üçün əlindən gələni edir. Bu münasibətlərin idarə edilməsindədir. Amma məsələn, özünü dərkdə, o özünü dərk edir, özünün hərəkətlərinə agah olur, özünü idarə etmədə düzgün reaksiya verir. Baxın, özünü dərk düzgün nəticə çıxardır, amma özünü idarə etmə düzgün reaksiya verir. Sosial məlumatlıq, başqalar özünü başqasının yerinə qoya bilir. Münasibətlərin idarə edilməsi isə başqalarının bir-birinə olan münasibətini idarə edə bilir. Fikir verin, hamısında metakognitiv bilik var. Hamısında öz sözü var. Özünü dərk eləyə bilmir, özünə agah olmaq, özünü başqasının yerinə qoyur. Yəni bunlar hamısı öz metakognitiv biliyin içindədir. Mən həmişə deyirdim ki, bu tipdə sual sala bilərlər ki, bu nəzəriyyələrdən hansı metakognitiv biliyə aiddir və qəbula da formatda bir sual düşübdür. İndi növbəti sıralamada özünüz görəsiniz. Yəni Goleman nəzəriyyəsi metakognitiv biliyi sevir. Çünki öz fikri var. Özünün belə deyim, düşüncəsi ön plandadır. 7D bənd oldum. Yəni münasibətlərin idarə edilməsi. 8-ci suala baxırıq. Asiya problemi həll etmək üçün adətən yoldaşlarından kömək istəməsinə və yoldaşlarına qulaq asmasına baxmayaraq qərar vermə anında öz düşüncəsinə əsasən qərar verməyə üstünlük verir. Fikir verin, sonda nə edir? Onlara qulaq assa da öz fikri önəmlidir. Öz fikri önəmlidirsə bu introvertdir. Introvertdə bir B bəndində var, bir də Y bəndində var. Və başda da deyir ki, yoldaşlarından kömək istəyir, onlara qulaq asır. Deməli, bu isə şəxslər arasıdır. Fərd daxili deyil. Başda desəydik ki, o heç yoldaşlarına da qulaq asmır. Və özü qərar verir, onda B bəndi götürərdim. Amma başda deyir, yoldaşlarına qulaq asır. Amma buna baxmayaraq yenə də öz bildiyini eləyir. Ona görə Y bəndidir. Yəni, bura həm də ambivertə aid bir fikirdir. Çünki yoldaşına qulaq asır ekstravertdir, öz düşüncəsi varsa introvertdir. Cavab Y bəndi olur. 9-cu suala baxıram. Müəllim şagirdlərdə incə dediyim sualdır. Metakognitiv bilik formalaşdırırsa hansı nəzəriyyənin tələbini nəzərə alır? Əlbəttə ki, Golemanın incə dediyim. Yəni burada çünki öz fikirləri daha önəmlidir. Öz fikri, özünü agah olma, özünü idarə etmə, bunlar önəmlidir. Amma o birilərinin heç birində bu məqam yoxdur. 9A bəndidir. 10-cu sual. Şagird basketbol oyununda hücumçu kimi müxtəlif manevrlərdən istifadə edir və topu səbətə dəqiq şəkildə atır. Baxın, əvvəla deyim ki, müxtəlif manevr ardıcıl hərəkətlər deməkdir. Məsələn, topu ayağında oynadır, başında oynadır, qolunda oynadır. Yəni ardıcıl hərəkətlər eləyir. Bu artikulyasiyaya aid fikirdir. Çünki ardıcıllıq var. Çox adam deyir ki, müəllim, burada dəqiqlik götürən. Siz nə vaxt dəqiqlik olar? Şagird topu dəqiq şəkildə səbətə atır. Belə desəydi, dəqiqlik olardı. Bəziləri də deyir ki, təbiiləşmədir. Təbiiləşmə ümumiyyətlə nəyi sevir? Mükəmməl şəkildə sözünü, asanlıqla sözünü, yəni hər zaman sözünü. Məsələn, desəydi ki, şagird basketbol oyununda hücumçu kimi müxtəlif manevrlardan istifadə edir və topu asanlıqla, mükəmməl şəkildə, həmişə topu dəqiq şəkildə səbət atır. Desəydi, onda təbiiləşmə olardı. Yəni, təbiiləşmə avtomatik yüksək dərəcəli sözləri sevən bir belə deyim də, ifadədir. Yəni, təbiiləşmədə əsasən ən yüksək bir neçə dənə metakognitiv bilik özünü tapır. Məsələn, daima qısa müddətdə atır, sürətli atır, göz yumulu atır topu. Məsələn, yüksək peşəkarlıqla atır, sərbəst şəkildə atır dediyim, məharətlə, çox sürətli şəkildə, çox səliqəli şəkildə. Yəni, bu tipdə, yəni bir işi çaşmadan eləyə bilir də. Çaşmadan eləyə bilir, yəni çünki onda avtomatikləşibdir. O baxımdan. Ona görə burada cavabımız olur nə? Artikulyasiya, çünki müxtəlif manevrlar mövcuddur. 10 oldu D bəndi. Sonra 11-ci suala baxırıq. 1-ci və 2-ci Dünya müharibəsini müqayisə edindir. Bunlardan hansı bəşəriyyətə daha çox ziyan vurmuşdur? Baxın, eləcə müqayisə edin desəydim, mən bunda mak axtarardım. Mak, məntiqi təfəkkür, anlamaq, konseptual bilik. Amma burada deyil, daha çox ziyan. Mən demişəm, daha sözün görəndə kim axtarın? T, T'ni axtarın. T, tənqidi təfəkkür, T, təhlil etmək.
variantlara baxıram ki, hansı var? Tənqidi təfəkkür, təhlil etmək var. A bəndində var. Digərlərində də bir C-də var. Orada deklarativ bilik olamaz. Bəziləri buna konseptual deyil. Vallahi olmaz konseptual. Konseptuallıq burada nə var? Mənə bir dənə onu açıqlayın. Konseptual, onda belə çıxır ki, məntiqi təfəkkürü anlamaq da konseptualdır. Tənqidi təfəkkür, təhlil də konseptualdır. Onda bundan fərqi nədə oldu? Yəni məntiqlə fikirləşin özünüz ki, yəni ola bilməz. Çünki burada daha deyir. Nəyinsə dahalığını tapırsansa, deməli artıq daha möhkəm, daha cəhət, yəni daha sözünü görəndə tənqidi təfəkkür, metakognitiv bilik təhlil etməni axtarır. Yəni bunun qaydası budur. Testlərdə də elə düşür. İndi qəbulda bir dənəsində bir dəli deyir, quyuya daş atdı, minağılı çıxarda bilmədi. Bu da onun kimi. Biri konseptual deyir, ola bilməz konseptual. Nə olsun ki, bəzi təlimçilər deyir konseptualdır. Əsaslandırsın ki, nəyə görə konseptualdır? Mən də onda deyim ki, həmən razıyam. Bu konseptual ola bilməz. Metakognitiv bilikdə daha möhkəm deyil, daha çox ziyan vurur, dahasını istəyir. Eləcə desəydi ki, bunlardan hansı bəşəriyyətə ziyan vurmuşdur? Baxın, onda mən sakitcə deyərdim, bu konseptualdır. Daha sözü olmasaydı, mən bunu konseptual deyərdim. Amma burada daha sözü var. Daha sözü onu bir pillə önə çıxardır. Məsələn, deyirəm ki, Məhəmməd Füzuli ilə Nizaminin müqayisə elə. Bu anlamaqdır, məntiqi təfəkkürdür, konseptualdır. Amma deyirəm ki, Füzulinin Nizami Gəncəvdən daha üstün cəhətlərinidir. Artıq bu tənqidi təfəkkür olur, təhlil etmə olur, metakognitiv bilik olur. Çünki sən orada dahalığını üzə çıxartırsan. Dahanı da üzə çıxartmaq üçün sənin metaqabiliyyətin olmalıdır. Belə. Deməli, 11 oldu A bəndi. 12-ci sual. Getmək istədiyiniz ölkəni müəyyənləşdirin və fikrinizi faktlarla əsaslandırın. Əsaslandırın sözünü görəndə ümumiyyətlə nə axtarmalıyam? Dəyərləndirməyə axtarmalıyam. Yəni, bəzilər deyir ki, ay faktlarla əsaslandırır, təhlil etmə olur, nə olur? Xeyr. Yəni, əsaslandırmaq fikri nədir? Tənqidi təfəkkürdə olur və dəyərləndirmək mərhələsində olan fikirdir. Eləcə desəydi, getmək istədiyin ölkəni müəyyən elə, onda anlamaq olardı. Amma fikrin də faktlarla əsaslandır desə, tənqidi yanaşır, tənqidi də dəyərləndirməklə təhlil etməni istəyir. İndi deyirsiniz, müəllim, niyə burada A bəndi olmur, D bəndi olur? Çünki burada, məsələn, fikrini daha önəmli faktlarla əsaslandır desəydi, təhlil etmə olar. Çünki təhlil dahanı sevir. Dəyərləndirmə dahanı sevmir, amma təhlil dahanı sevir. Dəyərləndirmə biraz ağırdır da. Yəni, deyir, mən fikir əsaslandırıram. Amma təhlil daha da nə bilim, nə fikir olsaydı olardı. Yəni, təhlil, dediyim kimi, daha ən sözlərini sevən bir mərhələdir. Deməli, burada cavabı oldu D bəndi. Sonra həm də əsaslandırmaq təhlil etmən yox, dəyərləndirmən fikridir. 13-cü sual. Asim avtobusda olarkən bu il nə qədər avtobus söhbəti düşür? Yəni, dəhşət sual çox var avtobusda. Avtobusda olarkən özündən böyük adam avtobusa minir və o durub yaşlı adama yer verir. Çünki Asim düşünürdü ki, böyüklərə yer verməliyəm, qoy desinlər ki, gör necə mədəni və tərbiyəlidir. Kolbergin mənəvi inkişaf nəzəriyyəsinə görə şagird hansı mərhələdədir? Əlbəttə ki, burada qəbul olunma mərhələsindədir ki, o özünü üçüncü şəxslərə göstərir. Üçüncü adamların fikri onun üçün daha önəmlidir. O hamı görsün ki, bu qoçaqdır, bu insanları sevir, insanlara hörmət eləyir. Yəni, onun üçün qıraqdakıların fikri hər şeydən daha önəmlidir. Mən belə insanlara şəxsən bədbəxt deyirəm ki, öz fikri yox, qıraqdakıların fikri onun üçün daha önəmlidir. Yəni, sosial gözlənti onlar üçün hər şeydən üstündür. Bu A bəndidir. Və o, bu vəziyyətdə insanları uçuruma aparır, həqiqətən də. A bəndidir cavab. Yəni, burada itaət cəza olsaydı, məsələn, qorxduğuna görə nəyisə eləyərdi. Universal etik prinsiplər olsa, insan həyatda daha çox önəmlidir, ona görə vurğulayardı. İndividualizm olsaydı, sən mən elə, mən də sən eləyim kimi fikirlər olardı. Sosial müqavilədə ədalətlilik prinsipi ön planda olardı. 14-də nə istəyir? Müəllim şagirdlərə təqdimat hazırlamağı tapşırır, Pəri təqdimat yazır, amma təhvil vermir. Pəri hansı şəxsiyyət tipinə aiddir və hansı intellekt onda zəif inkişaf edib? Fikir verin, zəif inkişaf edib deyir, ha. Əgər desəydik ki, Pəri təqdimatı yazır və təhvil verir, onda mən bunu ekstravert, bir də şəxslər arası götürərdim. Amma desəydik ki, Pəri hansı şəxsiyyət tipinə aiddir və hansı intellekt növü onda daha güclüdür desəydi, onda introvert fərd daxili deyərdim. Amma biz burada introvert şəxslər arası deyirik. Niyə? Çünki müəllim şagirdlərə təqdimat hazırlamağı tapşırır, Pəri təqdimatı yazır, amma təhvil vermir. Pəri hansı şəxsiyyət aiddir introvertə, hansı intellekt növü zəifdir, onda şəxslər arası zəifdir. Desəydi hansı güclüdür, introverti götürərdim. Yəni fərd daxilini götürərdim. Amma şəxslər arası onda zəifdir. Çünki təqdimat eləmək istəmir özü, yəni hazırlayıbdır özü üçün. Deyir, yəni lazım deyir, müəllim yoxlasın, bəsimdir. 14 ona görə olur Y bəndi.
15-ci sual. Müəllim Eldənizlər dövlətindən Atabəy Cahan Pəhləvanı keçərkən Eldəniz hökmdarı Qızıl Arslanın ədəbi əsərlərdəki rolundan danışır. Bu əlbəttə ki, fənlər arası inteqrasiyadır. Biri tarix fənnidir. Bizi Qızıl Arslan Nizami Gəncəvi bilməm hansısa əsərində, yəni Xəmsənin, yəni bu bilməm Sirlər Xəzinəsində falan hansındasa, yəni bu haqda var. Əlaqə, yəni yadıma elə gəlir. İndi ədəbiyyatçılar daha yaxşı bilərlər. Tarixlə ədəbiyyat fənləri arasında əlaqə qurmuş olur. Bu asan bir sualdır. 15 adım. 16-cı sual. Qəhvə niyə Azərbaycanda yetişdirilmiş? Ümumiyyətlə niyə, nə səbəbə, nə üçün sualları görəndə konseptual axtarın. Amma necə sualı görəndə prosedural axtarın. Bunu yaddan çıxartmayın. Çünki niyə, nə üçün, nə səbəbə sualı səbəb-nəticə əlaqəsini istəyir, səbəbdən nəticə törür, modellər, konsepsiyalar, təsnifatlar, nəzəriyyələr, larləri görəndə də qanunlar, teoremlər, larləri görəndə də konseptual həmişə axtarın. Sonra 16 Y oldu. 17-ci sual. Qrup işi üçün qaydalar və meyarlar kim tərəfindən təyin edilir? Biz demişik ki, şagird yönümlülük prinsipi ön plandadır. Yəni uşaqların da maraq tələbat önümü ön plandadır. Ona görə burada müəllim şagird birlikdə olmalıdır. Çünki dərsdə müəllim ən çox qrup işindən istifadə edir. Sinifdə xaos olmaması üçün, qaydalarda xaos yaranmaması üçün uşaqların da fikirlərini alır və onların da fikirlərini ora əlavə edəndən sonra daha maraqlı olur dərsimiz və daha axıcı olur. Yorucu olmur. Uşaqlar arasında xaos yaranmamış olur. 17 C bəndi oldu. 18-ə baxıram. Müəllim ancaq zəif uşaqlarla işləyir, aktiv uşaqlar isə nə dinləyir, nə də onlara vaxt ayırır. Sonda da həmin şagirdlərin dərsə marağı itmiş olur, əlbəttə ki, itəcək. Bu zaman ümumi təhsilin təşkilinə dair verilmiş pedaqoji tələblərdən hansının prinsipi pozulur? Həm bərabər imkanların yaradılması pozulub. Yəni birinci oxuyan kimi görürük ki, bərabər imkanların yaradılması pozulub. Müəllim uşaqlar arasında ayrı seçkili edir. Həm şagird yönümlülük pozulub, uşaqların maraq tələbatını ödəmir. Həm də inklüzivlik pozulub. Çünki burada uşaqlar belə deyim də, uşaqlar üçün təhsil əlçatan olmalıdır. Fiziki baxımdan, intellektual sağlamlıq imkanlarından asılı olmayaraq təhsil bütün uşaqlar üçün əlçatan olmalıdır. Bu da, amma burada müəllim burada ayrı seçkili eləyir. Deməli, burada nə olmuş olur? D bəndi olur. Yəni, digər variantlar olmaz. Şəxsiyyət yönümlülük olmaz. Çünki orada hər hansı bir mənəvi dəyərdən danışmır. Məktəb valideyn olsaydı olardı. İnkişaf yönümlülükdə KSG, BSG-lərin hesablanması, onlarla bağlı fikirlər olsaydı, uşaqların nailiyyət izlənməsi olsaydı, inkişaf yönümlülük olardı. Pedaqoji prosesin tamlığı da əsasən lakin fikrinsədir. Amma ancaq lakin, yəni məsələn, müəllim uşaqlar dərsi öyrədir, ancaq onu tətbiq etmə qaydasını onlara başa salmır. Kim olsa pedaqoji prosesin tamlığı olardı. 18 D-dir. 19-da ən başlıca səbəbi tapmaq. Fikri hansı mərhələdədir? Ən başlıca. İncə dedim, ən daha sözlərini görəndə kim axtarıram? Təhlil etmək. Yəni söhbət orada bağlanır. Ən dahanı görəndə təhlil etməni axtarır. Təhlil etmək kimi sevir? Tənqidi təfəkkürü sevir. Tənqidi təfəkkür kimi sevir? Təhlil etmək kimi sevir? Metakognitivliyi sevir. Bunlar həmişə bir-birindən yəni calaqdılar. 99% bu formatda olur. Testlərdə də özünüz gördüyünüz kimi necədir. Sonra 20-ci sual. Səfanın gözəl rəsm çəkmək qabiliyyəti olsa da, onun idraki fəallığı aşağı səviyyədədir. Fizika müəllimi, riyaziyyat müəllimi ilə söhbət edərkən deyir ki, Səfa fizika fənnini yaxşı oxumur. Riyaziyyat müəllimi isə bildirir ki, o Səfanın rəsm çəkmək qabiliyyətindən istifadə edərək ona uyğun Səfaya məsələ həlləri tapşırır. Yəni qrafik çəkməyə, diaqram çəkməyə tapşırır. Buna görə də o riyaziyyat fənninə həvəslə yanaşır. Dərslərə hazır gəlir. Aşağıdakı fikirlərdən hansı bu situasiyaya uyğun gəlir? Gəlin baxaq. Müəllim şagirdin potensialından istifadə edir, onda açıq düşüncəni formalaşdırır. Bəli, uşaqlar təslim olmur, uşaqların qabiliyyətinə uyğun müəllim dərsi qurur. O açıq düşüncə tərzini formalaşdırmaq ümumiyyətlə uşaqları daha çox öz qabiliyyətlərini üzə çıxartmalarına zəmin yaradır. Ümumiyyətlə açıq düşüncə tərzi belə deyim, şagirdin cəhdlərinin təqdir olunması burada yer alır. Şagirdin risk etməyə açıq olması burada formalaşır. Şagird təslim olmur. Şagird yüksək nailiyyətə meyilli olur. Şagird çoxlu suallar verib səhv cavablardan qorxmur. Şagird düzgün şəkildə təriflənirsə açıq düşüncə formalaşır. Şagirdin ona göstərilən düzgün yolda irəliləməsi, şagirdin müəyyən öhdəliyi həyata keçirə bilməsi və yaxud da sinif yoldaşlarının uğurlarına müsbət mənada yararlanması, gözləmə vaxtının tətbiq edilməsi ilə şagirdin dərindən öyrənməsi, şagirdin risk etməyə açıq olması, öz səhvlərini dərk edib onların üzərində düşünməsi,
edilən səhvin həmin anda mühakimə edilməməsi və şagirdin dərindən düşünmə qabiliyyətinin olması açıq düşüncəni formalaşdırır onda. Çünki şagirdin konstruktivliyinin nəzərə alınması, şagirdin qarşısındakı tapşırığın ilk öncə asan həll etmə tərəfini görməsi, şagirdin düşünməsinə zəmin yaradandan sonra şagirdin dərindən öyrənməsi, şagird cəhdlərinin təqdir edilməsi hamısı açıq düşüncə tərzinin formalaşmasına kömək eləyir. Yəni ki, şagird öz cəhdlərini günbəgün artırmış olur, şagird qarşısındakı işi edə biləcəyinə özünə inandırır və şagird dərindən düşünmə qabiliyyətini özündə formalaşdırmış olur. Yəni bunlar hamısı açıq düşüncəyə aid. A bəndi doğrudur. B-də nə istəyir bizdən? Hər hansı çətinlikdən sonra şagird tez ruhdan düşür, şagird motivasiyadan tez düşür, sonra müəllim şagirdin rəylərinə qulaq asmır, şagird bir fənni yaxşı öyrəndiyini, digər fənni isə heç öyrənə bilmədiyini özünə inandırır. Yəni ki, bu qapalı düşüncədir. Çünki şagirdin rəylərə qulaq asmaması, şagirdin məlumatı öyrənməkdən özünü təcrid eləməsi, şagirdin özünün tapşırığı edə bilməyəcəyinə inandırması, şagirdin rəylərə açıq olmaması, hamısı qapalı düşüncə tərzi yaradır onda. Yəni ki, şagird hər hansı uğursuzluqdan sonra tez ruhdan düşürsə, çətinlikdən yanırsa, səhv etməkdən qorxursa, motivasiyadan düşürsə, başqalarının gözündə ağıllı görünə bilməməkdən qorxursa və qarşısındakı tapşırığın ilk öncə çətin tərəfini görürsə, o qapalı düşüncə tərzində olan bir insandır. Deməli, burada Karl Dweck'in düşüncə tərzi nəzəriyyəsindən açıq düşüncə tərzi də A bəndi, digərləri qapalıdır. 21-ci sual. Müəllim şagirdlərə deyir, təsəvvür edin ki, meşədəsiniz. Fikri təfəkkürün hansı növünə aiddir? Təsəvvür edin ki, deyir. Yəni beynində canlandır. Məkan vizual. Yəni beynində canlandırıramsa danışmadan canlandırıram. O da qeyri-verbal düşünmədir. Çünki qeyri-verbalda biz demişdik ki, hər hansı bir şəkillə, sxemlə, beynində canlandırma ilə, məkan vizual qabiliyyətlə formalaşır və bunun üçün nə yaradıcılığa ehtiyac var, nə tənqidi təfəkkürə. Sadəcə məntiqi təfəkkür gözünü yumur, beynində canlandıra bilir. 21C bəndi. 22. Şagird futbol oyununda ehtiyat komandasına daxil olmaq istəmirdi. Oyunun birinci hissəsinin sonuna yaxın özünü gücdən düşmüş hiss eləyir. Və müəllimdən təkidlə israr edir ki, onu oyundan çıxarıb yoldaşı ilə əvəz eləsin. Fikir verin, bu tapşırıq biliyin hansı növünə aiddir? Baxın, özünü gücdən düşmüş hiss eləyir. Özünün mənfisini, müsbətini görə bilir. Özünü qiymətləndirə bilir. Yəni özünə belə deyim də, zəif güclü tərəfini görə bilirsə, öz sözünü harda görürüz? Metakognitivi axtarın. Və bu tənqidi təfəkkürdür. Baxın burada da. Və təhlil etməlidir. Çünki özünü analiz eləyə bilir. Deməli, burada oldu nə? C bəndi. 23-cü sual. Şagird çox savadlıdır və dərslərinə həmişə hazır olur. Amma özünü dərsdə hamıdan yüksəkdə hesab eləyir. Deməli, bu insanda emosional intellekt zəifdir. Goleman emosional zəka intellekt nəzəriyyəsində demişdik ki, IQ səviyyə məntiqi təfəkkür, yəni ki, zehni qabiliyyəti güclü olan insanlar artıq emosional intellekti güclü olanlardan geridə qalırlar. Çünki elə insanlar var ki, çox savadlıdır. Ancaq ünsiyyət qurma, idarəçilik qabiliyyəti yoxdur. Amma elə insan var ki, biraz savadı güclüdən biraz azdır, ancaq idarəçilik qabiliyyəti, emosional idarə etməsi çox güclüdür və ona görə də hal-hazırda emosional intellektdə insanlarla ünsiyyətə, özünü qarşısındakının yerinə qoyma qabiliyyətinə malik insanlara daha çox önəm verilir. Emosional intellekti zəifdir, onun Y bəndidir, Goleman nəzəriyyəsinə aiddir. Çünki orada o özünü qarşısındakinin yerinə qoymağa bacarmalıdır. Emosional intellektdə yüksəkdir o vaxt olardı ki, o özünü insanlardan seçmir. Şəxslər arasılıq bir şey yoxdur, açıq düşüncə yoxdur, qapalı düşüncə də yoxdur. Emosional intellekt zəifdir bu insanda. Sonra 24-cü sualımıza baxırıq. Şagirdlər iki qrupa bölünür. Bir qrup dairənin daxilindəki stullarda əyləşərək müəllimin təklif etdiyi problemi müzakirə edir və dairədən kənardakı stullarda əyləşmiş digər qrup isə diskussiyanın müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə edir. Müəyyən olmuş mövzu üzrə birinci qrup diskussiya aparır və 15-20 dəqiqədən sonra diskussiya dayandırılır. Xarici dairənin iştirakçıları diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini dəyişərkən bu və ya digər problemin müzakirəsini davam etdirirlər. Bu fikir hansı iş üsuluna aiddir? Əlbəttə ki, akvariuma aiddir. Çünki daxili və xarici dairələr akvariumda olur və xaricdəki daxildə müzakirə edənlərə kənardakılar dinin qulaq asırlar. Heç bir fikir bildirmədən sonra yerlərini dəyişirlər
və içəridəkilər bayaq, yəni daxili dairədəkilər, xarici dairədəkilər, yəni dediklərini bir-birinin o həmən fikirlərə təqzib və ya təsdiq edirlər, amma bacardığımız qədər biraz problemli mövzu qoymaq lazımdır ki, maraqlı situasiya yaransın. Cavab C bəndə olmuş oldu. 25-ci sual. İnsanlarla asanlıqla ünsiyyət qura bilirlər. Sadəcə onlar düşünmə zamanı xarici faktorları müşahidə edir. Qərarlarını isə daxili mülahizələrinə əsasən verirlər. Burada intellekti və şəxsiyyət tipini istəyir. Baxın, sonuncu cümlə əsas önəmlidir. Daxili mülahizəyə əsasən qərar verirlər. Bu introvertdir. Introvertdə A və C bəndində var. Və burada deyir ki, insanlar ünsiyyət qura bilir, sadəcə onlar düşünmə zamanı xarici faktorları müşahidə edir. Demir ki, onlarla danışır, öz-özlüyündə müşahidə edir. Ona görə bu daxili mülahizələr daha çox ön plandadır onun üçün. Ona görə bu fərq daxil olur A bəndi. 26-cı sual. Şagird müxtəlif situasiyalarda özündən tez çıxır. Müəllim ondan soruşur. Sən niyə belə reaksiya verirsən? Burada müəllim şagirddə hansı komponenti formalaşdırmış olur? Baxın, düzgün reaksiya özünü idarə etmədədir. Düzgün nəticə özünü dərkdədir. Burada da reaksiya deyir. Reaksiya deyirsə özünü idarə etmə axtarmalıyıq. İndi variantlara baxırıq. Yəni variantlarda demir ki, bu növünü tap. Onu da cümlə kimi verir ki, o situasiyadan sən o fikri tap çıxart. Şagirdin sözlü təhqir və sinifdə dərsə maneçilik halları azaldır. Bəli, bu doğru fikirdir. Çünki özünü idarə etmədə istərsəməz özünə düzgün reaksiya verir, təmkinli qərar verərək öz fikrini formalaşdırır, rasionallaşdırır və vəziyyətə daha pozitiv yanaşır. Buzqıran strategiyasından istifadə empatiyadadır. Şagird öz hisslərini tanıyır, özünü dərkdədir. Şagird başqa insanların fikirlərini tanıyır, empatiyadadır. Şagird qarşısındakı insanın hansı hisslər keçirdiyini anlayır. Bu da empatiyada yer alan fikirlərdir. Ümumiyyətlə fikir verin, Golemandan nə qədər sual salırlar. Yəni Goleman çox önəmli, belə deyim də, nəzəriyyədir. Ümumiyyətlə yadda saxlayın ki, özünü dərk deyəndə uşağın özünün gücü, zəif tərəflərini müəyyən eləməsi, öz hisslərini analiz eləməsi, düzgün nəticə çıxartması, şagirdlərə emosiyalar haqqında məlumat vermək, emosiyaların həyatımızdakı rolu haqqında danışmaq, özünün hissləri haqqında düşünməyə çağırmaq şagirdləri, öz hisslərini tanımaq, öz hisslərini adlandırmaq, şəxsin öz hisslərini tanıyıb öz emosiyalarından agah olması, düzgün nəticə çıxaram ki, bəli bu belədir, düzgün nəticə çıxarmağa kömək eləyən bir məqamdır bu komponent. Yəni şəxsin idraki emosional vəziyyətini duyan bir komponentdir. Bəs özünü idarə etmə nədir? Burada artıq qəzəb, dava salmadan ifadə eləyə bilsən fikrini, yəni hissini boğub ətrafa başqa hiss göstərirsən, düzgün ifadə eləyirsən, düzgün reaksiya verirsən. Baxın, harada düzgün nəticə görsəniz, özünü dərk axtarın. Amma harada düzgün ifadə, düzgün reaksiya görsəniz, özünü idarə etmə axtarın. Çünki özünü düzgün ifadə etmə öz hisslərini rasionallaşdırmaq üçün önəmlidir. Burada yönəldici suallar verir öz hisslərini rasionallaşdırmaq üçün. Konfliktli hadisədən sonra hisslərini analiz edirsən, konfliktli hadisədən sonra sən mövcud hadisənin, həmən hadisəni əlaqələndirə bilərsən, anlaşılmazlıqları mövcud hadisələ əlaqələndirə bilərsən, nə dərəcədə düzgün reaksiya verdiyini müəyyən edirsən burada. Valideynin uşağın fikirlərini tənzimləməyə çalışması da məhz burada yer alır. Yəni, valideyni, məsələn, uşaq valideyni yorur, valideyn ona təmkinli davranır. Bu hansındadır? Özünü idarə etmədə. Yəni ki, özünü toparlayıb təmkinli qərar verirsənsə, özünü toparlayıb uyğun şəkildə qərar verirsənsə, qəzəbinə, belə deyim də, uyğun bir şəkildə, qəzəbinə uyğun bir dildə ifadə edə bilirsənsə, vəziyyətə daha pozitiv yanaşırsansa, yəni daha pozitiv yanaşsan deyəndə özünü, belə deyim də, hisslərini cilovlaya bilirsən. Bu özünü idarə etmədir. Sosial məlumatlıq isə qarşındakı insanın hansı hisslər keçirməsini bilməyindir, fikri mühakimə etməməyindir, buzqıran strategiyasından istifadə eləməyindir, başqa insanların fikirlərini anlamağındır, həmən insanların düşüncələrini başa düşməyindir, başqa insanların hisslərini anlayaraq özünü onların yerinə qoymağın burada yer alır. Münasibətlərin idarə edilməsi isə bu sosial bacarıqlara sahib olmaqdır. Yəni, qarşı tərəflə doğru ünsiyyət qurmaq, məsuliyyətlik, rollu oyun vasitəsilə qarşı tərəflə ünsiyyət qururam, konflikt həll etmə bacarığı inkişaf elətdirəm, münaqişələri həll etmə bacarığını inkişaf elətdirəm, anlaşılmazlıqları müzakirə etmə bacarığımı təkmilləşdirəm, qarşılıqlı münasibətləri analiz edirəm, bir-birini anlama qabiliyyətini yaxşılaşdırıram, məyusluğu aradan qaldırıram,
dostcasına davranıram, fəal dinləyici oluram, liderlik qabiliyyətim var, kommunikasiya qabiliyyətim var, yaşıtlarımla daha səmimi davranıram və inandırıcılıq qabiliyyətim var. Bunlar hamısı qolmandadır. Yəni bu dediyim açar fikirləri özünüzdə qeyd eləsəniz kifayət eləyir. 26A-dır. Sonra 27-ci suala baxıram. Yanlış fikri seçin. Layihə əsaslı öyrənmə ilə dərsdə layihələrin hazırlanması eyni anlayışdır. Xeyr, bunlar eyni anlayış ola bilməz. Çünki layihə hazırlamaq öyrəndiyinin, yəni nə öyrənibsənsə onun layihəsini hazırlayırsan. Layihə hazırlama odur. Yəni dərslərdə layihə hazırlamaq. Yəni bu özdə təlim üsuludur. Amma layihə əsaslı öyrənmə modeldir. Yəni layihə hazırlaya öyrənirsən. İşi edə öyrənirsən. STEM proqramında, yəni dizayn qabiliyyətini inkişaf elətdirirsən. Praktik təcrübədən keçirsən. Riyazi qabiliyyətini formalaşdırırsan. Yəni layihə hazırlamaq öyrəndiyin bir şeyin layihəsini hazırlamaqdır. Amma layihə əsaslı öyrənmə bir işi edə öyrənməyindir. Layihəni hazırlaya öyrənməyindir. A yanlışdır ona görə. B-də deyir, oyun əsaslı öyrənmə modeli Piaget-Vygotsky nəzəriyyəsinə əsaslanır. Bəli, oyun əsaslı öyrənmə virtual platformanı sevir, həyatla daha əyani şəkildə bağlı olur. Piaget-Vygotsky nəzəriyyəsi bu, ümumiyyətlə, bu fikri, bu modeli təsdiqləyir. Şagirdlər suala cavab verdikcə təşkil olunan oyun irəliləmiş olur. Oyun içində öyrənirlər. Məsələn, Game Tides-dən, EDAP oyunlarından, Planshet, Minecraft, Sula oyunlarından öyrənmiş olurlar. Yəni, layihə əsaslı öyrənmə modeli yeni bilik və bacarıqlar əldə etmək üçün tətbiq olunur. Doğrudur. Yəni, layihə əsaslı öyrənmə şagirdlərin müəyyən zaman müddətində çətin olan məsələni həll eləməsinə kömək eləyir. Problemi mütləq real həyatdan götürürlər, həll edə öyrənirlər. Şagird mərkəzidir, sürətli düşünmə formalaşır. 21-ci əsrin bacarıqları inkişaf eləyir. 4K bacarıqları formalaşmış olur bu layihə əsaslı öyrənmədə. Həmçinin təqdimat etmək, yəni qrafik dizayn şəkillərdən istifadə edərək, çertyoz, maket düzəldərək olur. Yəni, daha təcrübəli bir insandan yararlanma yer alır burada. Bir də uzun müddət əhatə edir bu layihə əsaslı öyrənmə. Yəni, 1-45 dəqiqəni yox. Bir də fənlər arası inteqrasiya burada rol alır. Bir neçə müddət əhatə olunur, yəni bir yarım il də gedə bilər. Məsələn, muzeyə getsən, laboratoriyada tədqiqat aparırsan, bunlar hamısı layihə əsaslı öyrənmədən yer almış olur. Tərs sinif modeli yüksək texnologiyadır, bəli, çünki kompüter çox önəm daşıyan vəziyyətdir. Çünki sinifdə öyrəniləcək şeylər evdə öyrənir, müəllim onları kompüterlə göndərmiş olur. Elektron təchizat burada önəmlidir. 27A-dır. Və nəhayət 28-ci sual. Konstruktiv rəy istəyir. Konstruktiv rəy bilirik, qurucu, inkişaf etdirici rəydir. Gərək bu səhvləri etməyəydin, diqqətli olaydın. Ümumiyyətlə, harda gərək, kaş ki sözləri görəndə keçmişə yönəlik rəy axtarın. Kimyəvi reaksiyaları yaxşı aparırsan, deməli kimi üzrə biliyin çox yüksəkdir. Əla. Burada uşağın biliyinə önəm vermir. Onun şagirdin şəxsiyyətini tərifləyir. Olmaz. Mükəmməl idin. Səndən yüksək nəticə göstərən ola bilməz. Bu da bayaqı kimdir? Halaldır, ağıl dəryasın, çalışmaların hamısını düz yazıbsan. Burada uşağın özünü tərifləyir, gördüyü işi yox. Və verilən məlumatları slaytda düzgün yerləşdirirsən, təqdimatı da yaxşı edirsən. Amma bəzi xırda nüanslara diqqət etmək lazımdır. Yəni ki, sənin burada həm müsbət cəhətin deyil, həm də ki, mənfin deyil ki, nə eləsən, burada müəllim fasilitator kimi çıxış edir. Səni yönləndirir ki, nəyi necə eləsən daha yaxşı olar. Ona görə bu konstruktiv rəydir, effektiv